Salamlar mərkəz dostlar. Bu yaxınlarda bilirsiniz ki, kriptovalyutada hansısa bir əməliyyatlar eləyən və yaxud məşğul olan insanların bir çoxunun Emon hesablarında bəzi müəyyən problemlər oldu və hansı problemlər ki, gətirib həmin hesabların bloklanmasına gətirib çıxartdı. Bütün hallarda xatırladıram ki, mənim videom Emon şirkətinə və yaxud hansısa bir bankı ittiham etmək məqsədi ilə çəkilmiş bir video deyil. Sadəcə olaraq bu mənim öz fikrimdir və məlumat xarakteri sizə əsasən də çatdırıram ki, yəni burada nələr baş verir və nə ola bilər, nə ola bilməz. İndi isə gəlin situasiyanı belə bir aspektdən baxaq. Yəni belə bir gördüyünüz kimi balaca bir slayd fason bir şey hazırlamışam və burada fikrimi sizə çatdıracağam ki, gələcəkdə başa düşəsiniz ki, bu nə problemlərdir və təbii ki, belə problemlərlə üzləşməmək üçün bildiyiniz kimi hansısa mənbəyi bilinməyən və yaxud sizə Telegramda, WhatsAppda yazan adamları sadəcə olaraq bloka atın və heç bir halda şəxsi məlumatlarınızı, kart məlumatlarınızı heç kimlə paylaşmayın. Və situasiyaya gəlin baxaq. Deməli, nə baş verdi? Ayın 2-si və 3-ü, yəni fevral ayının 2-si və 3-ü xarici bilinmir. Nə Amerikalıdır, Avstraliyalıdır, Kitaydır, bilmirik. Mən prosta Amerikalı qeyd eləmişəm. Yəni maşaynik kimi də qeyd eləmək olar. Telegram vasitəsindən başladılar insanlar tapmağa. Ən çox da kripto qruplarda və yaxud kripto cəmiyyətlərdə olan insanlara başladılar yazmağa və dedilər ki, sənə 1000 USDT verirəm, 1000 dollar verirəm. Sən isə əvəzində mənə 500 USDT al ver. Belə bir məsələ ortaya çıxdı və təbii ki, bunu görən şəxslər də, məsələn Həsən burada sadəcə olaraq mənim belə deyək də özümdən uydurduğum bir addır. Hansısa Həsən tanımıram bu işlə məşğul olan. Sadəcə olaraq uydurduğum bir addır ki, yəni bu videonu çəkmək üçün hansısa bir ada ehtiyac var. Tutaq ki, Həsən də bu adamlarla Telegramda yazışdı və dedi ki, Nazorna bomba, mən 1000 USD-ni götürürəm, 1000 dollar mənim Emon kartıma atırsınız. Mən də sizə 500 təmiz USDT, yəni USDT kriptovalyutadır. Yəni təmiz USDT atıram. Gəlin ilk növbə baxaq görə bu zəhərli söz və təmiz USDT nədir? Buna bir də aydınlıq gətirək və ondan sonra yenə də davam eləyək məsələmizə baxmağa. Zəhərli USD yazdığım, yəni zəhərli dollar yazdığım mənbəyi bilinməyən və yaxud sistemdə olan səhvlər nəticəsində əldə edilmiş pul. Biz bunu bilmirik. Yəni mən tam olaraq bilmirəm ki, Emona həqiqətən də bu xarici bankdan 1000 dollar Emon hesablarına, yəni Həsənin hesabına həqiqətən də 1000 dollar gəlib yoxsa yox və yaxud bu pul gəlib və yaxud sonradan geri çəkilib və Emonda hansısa bir texniki problem olub ki, həmin pul geri qayıtmayıb və Həsən hələ də balansında 1000 dolları görməyə başlayıb və həmin 1000 dollarla gedib bu USDT alıb. Bunu mən dəqiq deyə bilmərəm. Sadəcə olaraq bu mənim belə deyək də fikirlərim ki, bəlkə belə ola bilib. Yəqin ki, bu məsələ belə ola bilib kimi mən bunu dəyərləndirirəm. Və yaxud mənbəyi bilinməyən pul. Bu hansısa oğurluq pulu ola bilər, çirkli pul ola bilər və yaxud başqa bir şey ola bilər. Bunu yenə də dəqiq bilmək olmur. Çünki mən Emonla əlaqəli hansısa bir işləmirəm və yaxud oranın əməkdaşı deyiləm ki, bu haqqda fikir bildirə bilim. Mən sadəcə olaraq müəyyən qədər kriptoda gördüyüm məsələlərə uyğun olaraq kriptoda və kripto istifadəçiləri və kanalımı izləyən insanlar gələcəkdə belə işlərə bulaşmamaq üçün bu videonu çəkirəm və məlumat verirəm ki, bu necə işləyir və özünüzü necə qorumaq lazımdır. Təbii ki, mən bu haqda, bu hadisə baş verməyə başlayanda zaten bundan xəbər var idi və Telegram qrupumda da elan etmişdim ki, bu işə qarışmayın. Çünki bu işin axırı yaxşı deyil və sabahsı gün siz borclarla qala bilərsiniz, problemlər yaşaya bilərsiniz. İndi artıq kimlər bu işə bulaşdısa, hal-hazırda da o problemi yaşayırlar. İndi isə gəlin baxaq və təmiz USDT nədir? Kriptovalyuta birjasında əldə edilmiş elektron dollardır. İzlənilə bilmir. Bəli, USDT izlənilə bilmir hansı hallarda? Əgər qlobal cinayət yoxdursa, əgər hansısa bir qlobal cinayət varsa, hansısa bir qlobal kiber cinayət varsa, Tether şirkəti həmin USDT-lərin hansı TRC20-yə getdiyini və yaxud hansı birjaya daxil olduğunu ən azından izləyə bilər və yaxud dondura bilər. Bu da artıq çox qlobal bir problem olduqda və təbii ki, bu problem də işıqlanana qədər, məsələn, əgər Emon məsələləri qlobala çıxsa, bu məsələlər işıqlanana qədər yəqin ki, həmin USDT-lər artıq çoxdan yerbəyer olunmuş ola bilər və mikserlər və yaxud da hansısa bir pul dəyişən exchangerlər vasitəsilə artıq çoxdan yerbəyer oluna bilər. Həmin bu belə deyək də Amerikalı ki var, yəni qayıdırıq məsələyə, Amerikalı ki var. Bu zəhərli 1000 dolları verir Həsənə. Həsənə verir və Həsənə deyir ki, Həsən, sənə 1000 dollar verirəm. Əgər sən mənimlə yaxşı işləsən, əgər sən bu 1000 dolları dəyişib mənə 500-ünü versən, 500-ünü cibə qoysan, ondan sonra sənə lap 10.000 də atarım. Həsən də deyir, nə bomba, nə əla. Mən elə belə rahat pul qazanmaq istəyirəm. Və Həsən heç vaxt düşünmür ki, görəsən dayandıq yerdə niyə mənə bu qədər pul verirlər. Hətta bəzən olur ki, 40%-ni istəyirlər, heç deyirlər ki, 600 dolları sənin, 40-400 dolları bizim.
Bu zəhərli dollar hansı ki artıq Həsənin Emon kartındadır. Telegram vasitəsilə buna yazıblar və yaxud WhatsApp-la yazıblar, hardan yazıblarsa. Həsənin artıq bu zəhərli dollar kartındadır və Həsən gedir P2P bazarına. Bu istənilən kripto birja ola bilər. Binance, Bitget, Bybit, любой istənilən P2P bazarı. Və gedir orada məsəl üçün İlyas var, məsələn. İlyas da özümdən uydurduğum bir addır. Zəhərli dollar, zəhərli əlində olan manata order açır. Yəni balansında təmiz USDT, yəni bu İlyasın USDT-si təmizdir. Yəni bu sadəcə olaraq birjada olan bunun USDT-sidir, təmiz USDT-dir. Həsən nə edir? Həsən order açır, 500 həmin bu pulun 500-ün tutaq ki, belə deyək də köçürmə eləyir, belə deyək, bir növ P2P order açır ki, 500-ün dollara çevirsin, 500 də özünə qalsın və başlasın xariclərlə işləmə. Nə edir? Belə deyək də order vasitəsilə İlyasa köçürdür, İlyasın Emon hesabına köçürdür. Order baş verir. İlyasdan təmiz 500 USDT gedir, belə deyək də Həsənin belə deyək bir növ birja hesabına, indi hansı birjadan istifadə edirsə Həsən ora və sonra Həsən də həmin bu 500 təmiz USDT-ni, baxın, təmiz USDT-ni göndərir Amerikalıya və yaxud Kitaya və yaxud həmin maşenika ki, gələ sənə bax danışdığımız kimi 500 USDT-ni verir. Həsən tam olaraq burada bilmir ki, bu pul nədir. Bu pul xaricdən gələn çeşitli pul da ola bilər. Bu hansısa bir qaranlıq yolla oğurluq pul da ola bilər. Nə oldu ola bilər. Həsən burada belə baxanda anlayaraq risk eləyir. Yəqin ki, yəni dayandıq yerdə sənə 50%-ə yaxın və belə böyük bir məbləğlərdə kimsə gəlir verməyi təbii ki, şübhə doğurmalı idi Həsəndə. Amma çox heyf ki, Həsən buna fikir vermir. Və Həsən nə edir? Bu işdə Həsən yenə də davam edir. Və yenə də bununla da, yəni bu minvalla Həsən yenə də min o yana, min bir yana eləyə bilər istədiyi qədər. Burada məsələ nədir? Burada İlyas dayandıq yerdə düşür zibilə. İlyas ümumiyyətlə bu Amerikalıdan heç bir əlaqəsi heç vaxt olmayıb. Heç İlyasın ağlına gəlməz ki, onun P2P-də, yəni Binance-da, Bybit-də qoyduğu order sabahsı gün, yəni buna zəhərli USD gələ bilər. Zaten bura USD gələndə AZN-ə çevriləcək zaten və bu məsəl üçün 500 dollar 850 AZN olacaq. Məsəl üçün bu 850 AZN-in tutaq ki 500 manatın həmin bizim bu dostumuz İlyas, hansı ki P2P bazarındadır, heç özü də fikir vermədən 500-ün məsəl üçün 350-si qalır öz Emon hesabında. 500-ün atır özünə, məsəl üçün Kapital Bankına. Mən bankların adını özüm belə yazmışam, istəmirəm bankların adlarını. Kapital Banka atır. 500-ün atır Kapital Banka. Və məsəl üçün burada olan 200 manat saxlayır və 150-sini də atır, məsəl üçün bax digər bir banka hesabına. Və digər bir banka hesabına. Məsəl üçün 150 AZN-də azır. Və artıq bu zəhərli AZN-i, yəni biz bunu zəhərli AZN adlandırırıq. Çünki zaten əgər bu məsələ araşdırılmağa başlayanda, məsəl üçün Emon şirkəti tam olaraq başa düşməyəcək ki, Həsən İlyasa pulu niyə göndərib? Çünki P2P bazarı Emon üçün görünmür. Onlar sadəcə olurlar ki, Həsən İlyasa həmin bu zəhərli pulların yarısını köçürtdü. Yəni bunu görürlər. Tatbiq etdi. Yəni onlar görmürlər P2P-də hal veriləmsən, nə eləmsən, bunu artıq özün sübut eləməlisən. Yəni əgər sən istəyirsənsə sənin problemin olmasın, gedib bunu artıq özün sübut eləməlisən. Həmin Emondur, Kapitaldır, harda olsun, fərqi yoxdur banklarda. Və beləliklə bu əməliyyatı eləyən çoxlu sayda adam olur. Yəni çoxlu sayda Həsən bunu eləyir və çoxlu sayda İlyas bunun həmçinin də yəni xəbəri olmadan zibilinə düşür. Və sabahsı gün nə baş verir? Sabahsı gün məlum olur ki, bu pullar, yəni bu xaricdən gələn pulların heç biri normal pullar deyil. Bunlar hansısa bir bilinmədi, mən tam olaraq əminliklə deyə bilmərəm, hansı yolla əldə edilmiş pullardır. Bu pullar aydın olur ki, nə baş verir burada? Bu pullar bir növ əslində istifadə oluna bilməyən pullardır və bunu heç kim istifadə etməməli idi, məlum olur. Və bu zaman artıq Emon məsəl üçün platformu baxanda ki, nələr baş verdi, kim kimə nə göndərdi, avtomatik olaraq başlayır hesabları blok eləməyə. Və birinci növbədə Həsən gedir bloka, məlum məsələdir. Çünki Həsən ən başda bu işin belə deyək də, bu əsasən Həsəndən başlayır və sonra həmin bu pulun yarısı kimə gedib? Gedib İlyasa və İlyasdan başlayır. İlyasa həmçinin blok düşür. İlyasın məsəl üçün əgər müəyyən Emon platformasında saxlamayıb, digərlərinə atıbsa pulu və təbii ki, həmin kartlar da avtomatik bloka düşüb. Hətta İlyas məsəl üçün təsadüfən hansısa bir qohumuna
50 manatda pul atıbsa, qohumunun kartına atıbsa, həmin kartında blok olma şansı var. Mən tam olaraq dərinliyi bilmirəm, nə dərəcədə İlyasın bankları, amma eşitdiyimə görə bir çox bank hesabları həqiqətən də blok yeyib. Yəni neçə dənə hesablar yeyə bilib. Və inanıram ki, yəni əsasən kök burdan gəlir və məsəl üçün bu Həsənin kartında yaranan və sonradan digər adamlara belə deyək də zəhərli keçən AZN-lər artıq belə deyək də bir növ Emon şirkəti və onunla işləyən banklar üçün bilinməyən pul kimi qeydə alınır və avtomatik olaraq bu pullar həmin hesablar bloklanmalıdır. Məsələ aydınlaşdırılana qədər. Yəni məsələ aydınlaşdırıldıqdan sonra artıq yəqin ki, tutaq ki, İlyasın təmiz olduğu bilinəcək. Bu artıq özü yəqin ki, bunu sübut etməlidir və yaxud hansısa bir sübutlar istəyəcəklər və yaxud olmaya da bilər, həmçinin balansından 200 AZN, 500 AZN, 150 AZN-ni silə bilərlər və yaxud hansısa bir məsələ. Bunları tam olaraq yəni mən dəqiq bilmirəm, ona görə də dəqiq söz deyə bilmərəm. Sadəcə olaraq öz fikrimdir ki, yəni baxın, məsələ budur. Və ona görə də mən məsləhət görürəm ki, mütləq şəkildə belə məsələlərə inanmayın və belə məsələlərə aldanmayın dostlar. Yəni sizə internetdə kimsə yazıb sənə çoxlu qazanc verəcəm və sən kartı ver mənə, nə bilim sənin kartıma pul ataq, get mənim üçün nəsə al göndər. Və burada məsələ nədir? Burada dostlar artıq Həsən deyə bilməyəcək ki, məsəl üçün Emon şirkəti mənə hansı Amerikalı yazdı, mənə kartıma pul vurdu, mən o kartla getdim PKP-yə. Deyəcək bunu. Sadəcə olaraq bu Amerikalıya artıq çıxmaq olmayacaq. Və bu Amerikalı məsələn və yaxud Avstraliyalı nə olursa maşenik deyək, maşenikə çıxmaq olmayacaq. Çünki bu adama gələn USDT-dir və USDT-ni heç kim izləyə bilmir. Yəni heç bir o şirkət, banklar heç biri USDT-ni izləyə bilmir. Yəni tam olaraq söhbət burada nədir? Yəni Emonun gördüyü odur ki, Həsən kartında xaricdən pul gəldi. Həsən sonra xaricdən bu pulu göndərdi, məsəl üçün İlyasa. İlyas da kartlarını atdı. Və bir növ fikirləşir ki, Həsənlə İlyas 51 adamlarla və bunlar pulun izini itirmək üçün bir-birlərinə pul atırlar. Çünki yenə də deyirəm, o PayPay bazarını və USDT-ni Emon platformu və yaxud Kapital Bank və yaxud ABB bankı görmür. Yəni bunlar onu görmürlər və bu haqda onların hansısa bir fikri yoxdur ki, durub deyək ki, hə başa düşdüm, deməli belə olub, onda sənin günahın yoxdur. Burada mütləq şəkildə mən düşünürəm ki, birinci növbədə əsasən diqqət mərkəzinə gələcək adam Həsən olacaq. Və Həsənin kartlarına zaten Həsən kimilərə artıq bloklar qoyulub. Və bəzi adamlar var ki, məsəl üçün Adil kimi adamlar var ki, kimlər ki, onlara gələn 2000 zəhərlini heç gedib PKP-də heç nə dəyişməyib. Sadəcə olaraq Amerikalıdan buna 2000 gəlib, Amerikalının atıb bloka, öz aləmində fikirləşib ki, əşi kim deyə buna mən USDT-dən başım çıxır, gedim alım. Almıram heç. Mən bu pulu qoyuram cibimə, Amerikalını da atıram bloka. Məni neyə bilərlər ki? Belə düşünərək həmin zəhərli bu pulu məsəl üçün atıb Kapital Bank hesabına gəlib daxadı çıxardı. Və yaxud gedib elə Emonun özündən, yəni zaten Kapital Bank terminallarında Emon var. Oradan çıxardı və bunu eləyib. Yəni və beləliklə bu adam zəhərli pulu artıq çıxardı. Və sabahsı nə baş verə bilər? Bu yenə də mənim belə deyək də tam olaraq subyektiv fikrimdir və düşünürəm ki, ola bilər, olmaya da bilər. Sabahsı gün artıq, yəni yenə də Adil də zaten diqqət mərkəzində olacaq. Çünki bunun balansında xaricdən, məsələn, niyə burada Amerikalı yazmışam? Çünki pul gələn, göndərilən bankların bir çoxunda Amerikan bankları çıxır. Ona görə Amerikalı yazmışam ora. Ola bilər ki, Amerikalı deyil heç. Sadəcə olaraq Amerikan bankıdır və Emon kartları özləri də elə rəqəmlərin yazsaz siz, qlobalda axtarsaz Amerikan bank kartları kimi gedir. Yəni məsəl üçün siz bir bank məsəl üçün bilirsiniz ki, tutaq ki 4169 7388 ilə başlayır məsəl üçün Kapital Bankın kartları. Amma Emonda olan kartlar biraz Amerikan kartlarıdır. Və Adil də gedib bu pulu çıxardıb. Və mən düşünürəm ki, gələcək zamanlarda bu məsələ araşdırıldıqdan sonra Adilə artıq bu borc kimi ödətdirilməlidir. Çünki yenə də deyirəm, bunu öz cibindən kim ödəyəcək ki? Çünki bax yenə də deyirəm, Adil heç nədən Emon hesabında pul yaradıb, hansısa Amerikalı ona göndərib pul yaradıb və o pulu gedib çıxardıb. Sabahsı gün məsələ aydın olur və Adilin blok olunub, hesabı blok olunub, amma Adil deyir ki, hesab blok olsun da mənim nəyimə lazımdır, yəni olsun blok, mən əsas o ki pulu çıxarmışam. Məsələ orasındadır ki, sən pulu çıxarmısan, amma bu Emon hesabı, sənin öz advadır və bu sənin üçün problem yarada bilər. Ona görə də mütləq şəkildə Adil kimi biri baxırsa bu videoya,
pulu xərcləmə və gözlə ki, nə baş verəcək və əgər yəqin ki, bu pulu qaytarılması tələb oluna bilər. Çünki yenə də deyirəm, platformda hansısa bir bank sistemi kimi gedir zaten Emon. Emon platformunda hansısa bir problem olub və yaxud hansısa bir qara pul gəlib və sən bundan istifadə eləmisən, bu artıq özü də mənə elə gəlir ki, mən düşünürəm ki, hansısa bir cinayət məsuliyyətinə cəlb oluna bilər. Ona görə də tam olaraq diqqətli olun. Budur dostlar, ümumən isə yəqin ki, ümid edirəm ki, buradan başa düşdünüz ki, məsələ nədir və buradan necə qorumaq lazımdır. Burada bu işdə özünü qorumaq üçün yeganə yol əvvəlcədən buna baş qoşmamaq idi. Mən bir neçə dənə dostlarımı, hətta yəni qrupumda olan şəxsləri xəbərdar elədim, paylaşım elədim ki, bu işə baş qoşmayın, bu çox problemli bir şeydir. Çünki məlum məsələdir ki, axırı yoxdur bunun. Emon şirkəti ayın fevralın 3-ü mənə artıq xəbər tutdu ki, hə, burada artıq nəsə illegal məsələlər baş verir. Başladı hesablamamı blok eləməyə, hətta platforma bir günə yaxın işləmədi, belə bir problemlər oldu. Platformanı dayandırdılar və məsələni araşdırdılar və indi də hal-hazırda məsələ araşdırmadadır. Araşdırılır ki, bu pul nədir, necədir, hardan gəlib, hardan gedib. Ona görə də dostlar, diqqətli olun, belə şeylərə baş qoşmayın, belə şeylərə aldanmayın, belə şirə verici təkliflərə getməyin, çünki bu sizin üçün problem yarada bilər. Ümid edirəm ki, video faydalı oldu. Mütləq şəkildə like edib öz fikirlərinizi yazın və yazın görək sizin də hesablarınızda bloklanma varmı və səbəbi bu ola bilər. Çünki bəzi insanlar var ki, heç bu Amerikalılarla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq Həsən kimi adamlar gəlib PHP vasitəsilə İlyas kimi ümumiyyətlə Amerikalıdan heç xəbəri olmayan və belə deyək də havayı pul qazanmamaq fikri olmayan bir İlyas, yəni bu zəhərli pulların zibindən düşüb. Belə dostlar, özünüzə müğayət olun, yazın fikirlərinizi. Ümid edirəm ki, belə problemlərlə üzləşməyəcəksiniz və belə problemlərə baş qoşmayacaqsınız. Sağ olun.